Astarada itkin düşmüş hesab edilən balıqçılardan birinin meyidi tapılıb. Meyid aidiyyatı üzrə təhvil verilib. Dekabrın 9-u Astara rayon Şah Ağac kənd yaxınlığında Xəzər dənizində itkin düşən iki balıqçılardan biri 1999-cu il təvəllüdlü Həsənov Ağadədə Famil oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmilərə nəzarət və sularda xilas etmə dövlət xidmətinin dalğıc xilas ediciləri tərəfindən suda tapılıb. Meyit sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Bu barədə Fövqəladə Hallar Nazirliyi Mətbuat Xidmətinin məlumatında bildirilib. Sudan çıxarılan meyit daxili və xarici müayinə olunması üçün Mərkəzi Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib. İtkin düşmüş digər şəxs 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvazoğlunun axtarışları davam etdirilir. Xuraman Aydın qızı Həcər Həsənova, İlqar Mustafayev bugün informasiya proqramı üçün.